Respublikasının prezidenti İlham Əliyev Aha. getsə, Aha. Aha. yerinə kim gələcək? Düzdürmü? Onu demək üçün çıxmışdın. Bəli. Hə? Həli. Mən hardan bildim ki, sana demək üçün çıxmışdın? Nəysə, boş ver. Çünki bayaq yazmışdım da mən. Deyəm kim gələcək? Bayaq yazmışdım mən. Deyəm kim gələcək? Mən Aha. görürüm. Deyəm kim gələcək? Buyur. Deyəm. Didə buyur. Çıxanda deyəcəm, qoy sürpriz qalsın. Sonra ürəyim partlayıb eləyər. Niyə partiya ki, mən prosta mənə bir sən necə? Gör nə deyirəm, qulaq as da. Sən? Mənə bax. Qulaq as. Hə. Eşidirəm. Sənin neçə yaşın var? Mənim 28. Əskərlikdə harada olmusan? Tanış yarsan, nə mi? Ağdamda. Harasında? 181-də? Yox, 190-da. 190-da olmusan? Ha, işte. Orada sən bir dənə əskərlə dalaşmışdın. Əskər... Niyə dalaşmışdın əskərlə? Əskərlə yox, gizirlə dalaşmışım. Gizirlə dalaşmışdın. Ha. Ha, Nə qədər belə pul verdin? özümdə veteranam. Gör nə deyirəm? Nə qədər pul verdin çıxdın? Hara? Prokuraturaya. Məhkəməyə. O Sən neyinirsən? Mən məhkəməyə pul verib çıxmışam. Mən o deməyə bilmək Ona görə istəmirəm. mən sənin qəlbivə girmişəm. Mən sənin qəlbivə oxuyuram. Yaxşı eləyirsən. Oxu günə. Burası da mənə səndən maraqlıdır. Gör nə deyirəm, mənə səndən maraqlıdır. 2 Mən dənə maraqlıdır. bağladım. Nə qədər verdin? Nə qədər pul verdin? Qulaq as. Sən söhbətin yox, buradasın. Söz soruşma. Siyasət verirsən, sən bir görmə. Siyasət media yazmamsan buna. Ala siyasəti neyirsən, kim gələcək prezident yerinə? Sən bu getsin nə? Mən maraqlı yaxşı bunu devrəydə mən sənə razıyam da. Mən səni istəyirəm prezident. Mən sənə razıyam da devrə. Mənə bax, mən səni qoyacağam. Bircə səni seçəcəyim. Siyasətin başını burax. Sən bir görüb prokuraturada nə qədər pul verdin çıxdın? Mən siyasət qulaq asdı, söhbəti fırlatma da. Bax, sən siyasətdən başım. Sən mənə sözümü qulaq asdın. Sən mən gəldim gördüm ki, burada siyasət media yazılıb. Nə qədər pul verdin çıxdın? Sən neyinirsən axı onu? Sən soruşuram da. Bu mən şəxsi həyatımı sənə mən şəxsi həyatımda sənə maraq var. Sən söhbət burada siyasətdən gedir. Mənə bax. Yox. Eşidirəm. Eşidirsən məni? Harasan sən? Mən Şamaxlı. Şamaxda qalırsan, yoxsa Şamaxınkada? Sumqayıtda. Sumqayıtda qalırsan? Ben niyə Şamaxda qalmırsan, gəlib Sumqayıtda qalırsan? İş yoxdur ona görə. Öpürəm səni. Demək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev kənd yerlərində iş yerləri açır, düzdürmü? Mən sənə razıyam, yoxdur. Bəli. Sən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının devr olmağını istəyərdinmi? Mən bilsəm ki, gəlib ondan yaxşı idarə edən Sənə var. heç gəlib evindən tank çıxartmayacaq. Yoxsa